Salam, 5-ci sinif Azərbaycan tarixindən 29-cu dərsimizə keçirək. Dərs 29. Böyük zəfərin iç qaranquşu, aprel döyüşləri. Atəşkəs sazişi imzalansa da, cəbhə xəttində atəş səsləri kəsilmirdi. Düşmən təxribatlardan əl çəkmir, dinc sakinləri belə hədəf alırdı. 2016-cı il aprelin 1-dən 2-sinə keçən gecə ordumuzun mövqeləri və cəbhə xəttinə yaxın olan kəndlərimiz atəşə tutuldu. Nəticədə Azərbaycan ordusunun bir neçə hərbi qulluqçusu və mülki şəxslər həlak oldu. Əks hücum əmri alan igid hərbiçilərimiz düşmən üzərinə atıldılar. İki istiqamətdə amansız döyüşlər başlandı. Hərbi bölmələrimizin bir qrupu Tərtər istiqamətindən Talış yüksəkliyinə doğru hücuma keçdi. Digər qrupun hədəfi isə Cəbrayıl istiqamətində yerləşən Lələtəpə yüksəkliyi idi. Ordumuzun mövqeləri və yaşayış məntəqələrimiz məhz bu yüksəkliklərdən atəşə tutulurdu. Bilirsinizmi? Aprel döyüşlərində Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri, yəni XTQ, düşmənin qorxulu rüyasına çevrildi. Daim ən çətin təlimlər keçən xüsusi təyinatlılar uzun müddət torpağın və suyun altında qala düşmən içərisində gizlənə bilirlər. Hündür dağlar, sıldırım qayalıqlar və sıx meşələrdə təlimlər keçən igid döyüşçülərimiz istənilən hərbi tapşırığa hər zaman hazırdır. XTQ-nin zabit və gizirləri bir neçə dil bilirlər. Yaxşı təhsil, fiziki hazırlıq və peşəkarlıq xüsusi təyinatlıların uğurlarının sirridir. Onların məşhur bir şüarı var. Görünmədən görmək, ölmədən geri dönmək. Talış kəndi yüksəklikləri uğrunda döyüşlər. İgid döyüşçülərimiz qısa müddətdə Talış istiqamətində düşmənin müdafiə xəttini yarıb, yüksəklikləri ələ keçirdilər. Hücum o qədər sürətlə həyata keçirildi ki, düşmən əsgərləri silah sursatını atıb qaçmağa başladılar. Axı bu torpaqlar onların deyildi. Azərbaycan hərbiçiləri isə əzmlə döyüşürdülər. Azad etdikləri doğma vətən torpaqlarının hər qarışından sanki əlavə güc alırdılar. 2 günə 14 düşmən postu ələ keçirilmişdi. Post, hər hansı obyekti mühafizə etmək və ya müşahidə altında saxlamaq üçün müəyyən yerdə qoyulmuş növbətçi və ya əsgər dəstəsidir. Düşmən böyük itkilərə məruz qalmışdı. Döyüş meydanından qaçan düşmən əsgərləri itirdikləri əraziləri toplarla atəşə tutmağa başladı. Ardınca tanklarla hücuma keçdilər. İgid hərbiçilərimiz düşmənin 14 tankını sıradan çıxardılar. Səngərdə şəhid olmağı üstün tutan Azərbaycan əsgəri döyüş meydanını tərk etmir, son güllələrinə qədər vuruşurdu. Həlak olan hərbiçilərimizin bəzilərinin əlində sıxılmış vəziyyətdə son qumbara, bəzilərinin avtomatlarında isə yalnız bir güllə qaldığı məlum olmuşdu. Düşmənin əks hücumları ciddi nəticə vermədi. Talış kəndi ətrafındakı yüksəkliklərə nəzarət ordumuza keçdi. Bununla da Naftalan şəhərinin və ətraf kəndlərin təhlükəsizliyi təmin edildi. 2-ci Qarabağ müharibəsində ordumuz bu yüksəkliklərdən hücuma başlamışdı. Lələtəpə döyüşləri. Lələtəpə Cəbrayıl rayonu ərazisində yerləşir. Onun hündürlüyü 271 metrdən çoxdur. Buradan Füzuli və Beyləqana qədər uzanan əraziləri müşahidə etmək mümkündür. 1-ci Qarabağ müharibəsində Lələtəpə yüksəkliyi erməni silahlı birlikləri tərəfindən işğal edilmişdi. Düşmən buradan yaxınlıqda yerləşən Cocuq Mərcanlı kəndini də atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan ordusunun nəzarətində olsa da, orada yaşayış yox idi. Cocuq Mərcanlı əhalisi Lələtəpədən atılan atəşlərdən sonra kəndi tərk etməyə məcbur olmuşdu. Aprel döyüşlərinin 1-ci günü əks hücum əmri alan döyüşçülərimiz cəmi 40 dəqiqə ərzində Lələtəpə yüksəkliyini azad etdilər. Ermənistan hərbiçiləri dəhşət içində idi. Xilas yolunu qaçmaqda görən düşmənin iradəsi sarsılmışdı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu onları heyrətə gətirmişdi. Düşmən anladı ki, üzərinə gələn ordu 90-cı illərdəki ordu deyil. Vahid komandanlıq, hərbi birləşmələrin birgə fəaliyyəti uğurların əsas səbəblərindən idi. Lələtəpə üzərində Azərbaycan bayrağı dalğalanmağa başladı. Qısa müddət ərzində Cocuq Mərcanlı bərpa edildi.
Kəndin əhalisi doğma yurduna qayıtdı. Bunu bilmək maraqlıdır. Aprel döyüşlərində Azərbaycan ordusu ilk dəfə pilotsuz uçuş aparatlarından, yəni PUA-lardan istifadə etmişdir. Bu aparatların bir neçə növü var. Bəziləri uzun müddət havada qalaraq kəşfiyyat aparır. Digər növləri isə düşmənə havadan zərbə endirə bilir. Aprel döyüşləri zamanı Ermənistandan könüllü döyüşçüləri cəbhə xəttinə gətirən avtobus PUA vasitəsilə partladılmışdı. Düşməni şoka salan bu PUA İsrail istehsalı olan Harop idi. Aprel döyüşləri Azərbaycan ordusunun parlaq qələbəsi ilə bitdi. 2000 hektardan artıq ərazi düşmən tapdağından azad edildi. Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatlar aprelin 5-də dayandırıldı. Buna baxmayaraq, xalqımızın gələcək qələbəyə inamı daha da möhkəmləndi. Bu döyüşlərdə qazanılan qələbə gələcək zəfərin ilk müjdəçisi oldu. Düşmən isə həm böyük itkilər verdi, həm də Azərbaycan ordusunun döyüş ruhu qarşısında sarsıldı. Döyüşlər zamanı hərbiçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstəriblər ki, Azərbaycan əskəri, zabiti həm peşəkardır, həm vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Aprel döyüşləri hərbi cəhətdən çox uğurlu əməliyyat idi. Bu döyüşlər bütün dünyaya göstərdi ki, Azərbaycan ordusu ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev. Tarix yazan qəhrəmanlar. Aprel döyüşlərində igid Azərbaycan oğulları öz qanları ilə qəhrəmanlıq dastanı yazdılar. Onlardan biri Murad Mirzəyevdir. O, hərb elminin incəliklərini yaxşı mənimsəmişdi. Türkiyədə yüksək hərbi təhsil almış, dünyanın bir sıra ölkələrində keçirilən təlimlərdə fərqlənmişdi. İngilis, rus və türk dillərini gözəl bilirdi. Talış kəndi ətrafında gedən döyüşlərdə bölmələrdən birinə başçılıq edən Murad Mirzəyev dəqiq əmrləri və göstərişləri ilə yüksəkçilərin alınmasına öz töhfəsini vermişdir. Tabeliyində olan hərbi birləşmənin düşmən puskusuna düşdüyünü görən qəhrəman zabitimiz özü də əldə silah döyüşlərə atıldı. Yaralansa da döyüş meydanını tərk etmədi. Əksinə, digər yaralıların atəş altından çıxarılmasına yardım etdi. Özü isə son gülləsinə qədər döyüşərək həlak oldu. Digər zabitimiz Samit İmanov ayağından və çiynindən yaralansa da döyüş mövqeyini tərk etməmişdir. Özünün deyil, yaralı gizirin döyüş meydanından çıxarılmasını əmr edən Samit son gülləsinə qədər döyüşüb. Geri dönən əskərlər onu əlində qumbara tutmuş halda tapmışlar. Qəhrəman döyüşçümüz əsir düşməmək üçün qumbaranı sona saxlamışdı. Gizir Sərxan Bayramov da aldığı yaralara baxmayaraq döyüş meydanından çıxmamış, son nəfəsinə qədər vuruşmuşdu. Raquf Orucov mahir kəşfiyyatçı idi. O, 1-ci Qarabağ müharibəsinin də iştirakçısı olmuşdu. Düşmənin dilini yaxşı bilən Raquf, aprel döyüşlərinə qədər çox çətin kəşfiyyat tapşırıqlarını yerinə yetirmişdi. Kəlbəcər istiqamətində xidmət edən igid kəşfiyyatçımızı düşmən arxasındakı uğurlu əməliyyatlarına görə Murov Qartal adlandırırdılar. Aprel döyüşlərində puskuya düşsə də sona qədər düşmənlə döyüşmüşdü. Bunu bilmək maraqlıdır. Raquf Orucov kəşfiyyata çox vaxt tək gedərmiş. Erməni dilini bilməsi onun düşmən içərisinə də sızmasına imkan verirdi. O, Kəlbəcər istiqamətində növbəti kəşfiyyata çıxır. Düşmənin hərbi hissəsinə sərbəst daxil olan igid kəşfiyyatçımız onların səhər düzülüşünü, hərbi hissənin yerləşdiyi ərazini, mühüm obyektləri lentə alır. Bu məlumatlar gələcək hərbi əməliyyatlar üçün olduqca qiymətli idi. Aprel döyüşlərinin qəhrəmanlarından biri də Gizir Pəncəli Teymurovdur. Onu xüsusi təyinatlıların əfsanəsi də adlandırırlar. Qoca Qurd ləqəbi ilə tanınan qəhrəman Gizirimiz Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onunla yanaşı Elmidar Səfərov da igidliyi və qorxmazlığı ilə fərqlənmişdi. Yaralansa da döyüş meydanını tərk etməyə razılıq verməyən hərbiçimiz yoldaşlarına "Mən bu günü neçə illərdir gözləyirəm, deyirsiniz gedim arxada ölüm" demişdi.
Lələtəpə istiqamətində gedən döyüşlərdə Şükür Həmidov böyük şücaət göstərmişdi. Bölmə komandiri olmasına baxmayaraq, əsgərləri ilə ön cərgədə döyüşmüş, Lələtəpə yüzləşliyinin azad edilməsində mühüm rol oynamışdı. İkinci Qarabağ müharibəsində doğulduğu Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Aprel döyüşlərində iştirakçı olan hər bir Azərbaycan əsgəri əsl qəhrəman idi. Onlardan Murad Mirzəyev, Samid İmanov və Şükür Həmidova Azərbaycan Respublikasının prezidenti Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycanın milli qəhrəmanı adı verilmişdir. Bəli, indi isə keçirik suallara. Yüksəkçilərin hansı əhəmiyyəti var? Hərbi və strateji baxımdan yüksəkçilərin əhəmiyyəti çox vacibdir. Yüksəklikdə olan tərəf ətraf əraziləri və düşmən hərəkətlərini daha rahat müşahidə edə bilir. Mətndə də qeyd olunduğu kimi yüksəkçiləri ələ keçirmək ordumuzun və yaşayış məntəqələrimizin düşmən tərəfindən atəşə tutulmasının qarşısını alır. Yüksəkçilərə sahib olmaq həm müdafiəni gücləndirir, həm də gələcək hücum əməliyyatları üçün əlverişli strateji mövqe yaradır. Aprel döyüşlərində Lələtəpə və Talış yüksəkçilərinin azad edilməsi məhz bu təhlükələri aradan qaldıraraq ordumuza böyük üstünlük qazandırmışdır. Təhlükəsizliyin təmin edilməsi dedikdə nə başa düşürsünüz? Təhlükəsizliyin təmin edilməsi insanların, dövlətin və ərazilərin müxtəlif təhlükələrdən qorunması deməkdir. Bu zaman ölkənin sərhədləri mühafizə olunur, vətəndaşların can və mal təhlükəsizliyi qorunur, qanun-qayda təmin edilir. Həmçinin mümkün hücumların və digər təhlükələrin qarşısı alınır. Təhlükəsizliyin təmin edilməsi insanların rahat, əmin-amanlıq şəraitində yaşaması üçün görülən tədbirləri əhatə edir. Bəli, bu qədər. 30-cu dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.